Salam değerli izleyici, mən tarologlara. Bugünkü açılım olacaq ki, bir ay ərzində sizi istədiyiniz insanla nə gözəlir. Burada fərq eləmişsiniz, münasibətdəsiz yoxsa münasibətdə deyilsiniz. Ağlınızdan adınızı, yaşınızı keçirdin, həqqinizdə bir açılma yönəlin. Söyləmən bir ay ərzində bizi istədiyiniz insanla nə gözəlir. Burada iki dənə mən variant qoymaq istəyirəm. Bu variantdan birini seçin siz. Bu da ikinci variant. İkinci variant. Mövzunun başlığı ola bilsin ki, burada məni izləyənlərin %85% burada ayrılıb. Yəni münasibətdə deyil. Mən elə görürəm. Birinci variant. Birinci variantda yeni bir başlanğıc var. Yeni bir tanışlıq düşür. Birinci variant əsasən yeni tanışlıq düşür. Keçmişdən gəlmə yox da yeni bir tanışlıq düşür. Yeni başlanğıc var. Ağlınızdakı insanın bir ay ərzində sizə gəlməyi və sizdə peşmançılıqla üzr istəməyi var. İkinci variantı seçənlər. İkinci variantı seçənlər, ağlınızdakı insan sizi çox qısqanır. Yəni sizlə bu insan əylənir. Tam da bir istəyə malik deyil, sadəcə qısqanır sizi. Yəni tam burada səmiyyətsiz bir insandır özdə bu. Yəni burada mən tam bir istək, sevgi görmürəm. Amma burada qarşı tərəf sizi çox qısqanır. Yəni sizdən əylənir, sizin yanınızda olanda sizdən əylənirmiş kimi özünü hesab edir, sevinir sizin yanınızda, amma tam istək, sevgisini görmürəm.